Selamünaleyküm əziz abituriyentlərim. Hamınıza uğurlar arzu edirəm. Baxırıq funksiya mövzusu 2025-ci test toplusu mövzu 3, səhifə 11. Yəni 3-cü mövzu, 1-ci misal, bismillah. Demək, şəkildə hansı funksiyanın qrafiki təsvir olmuşdur? Yəni belə bir şəkil və bir vahid sola sürüşürübdür. Bu da aydın ki, kök altı x funksiyasının qrafiki, kök altı x funksiyasının qrafiki, yəni buradan keçir. Bu isə bir vahid sola sürüşür deyə olacaq y bərabərdir kök altında x üstə gəlsin 1. Bu qırmızı olan kök altı x funksiyasının qrafikidir. Bu isə kök altında x üstə gəlsin 1-in qrafiki bir vahid sola sürüşür. Sonra belə bir qrafik verilib. Yenə 2 vahid sağa sürüşübdür. X oxu boyunca. Bu da oldu y bərabərdir kök altında x minus 2. Çünki 2 verəndə 0 olur. Ona görə 2 vahid sağa sürüşüb. Üçüncü tapşırıq. Y bərabərdir kök altında x üstə gəlsin 3 funksiyasının qiymətlər çoxunu tanım. Qiymət yəni y istəyir. Y-in ala biləcəyi qiymətlər. Cüt dərəcənin olduğuna görə kökün altına ən kiçik 0 çıxır. 0 müsbət sonsuz. Təyin oblast desəydi içərisi 0-dan böyük bərabər olardı. 4-cü tapşırıqda həmçinin 0 müsbət sonsuzdur. Sonra 5-ci tapşırıqda məsələn hansı funksiyanın qrafikidir? Burada modul funksiyasının qrafikindən söhbət gedir. Belə qrafik vermişdir. Yəni bu 0-dan keçir. Mənfi 2-də deyir və ya müsbət 2-də 2 verir. Bu aydın ki, y bərabərdir modul x-in qrafikidir. Sonra 6-cı tapşırıq y bərabərdir modulda x minus 1 çıxılsın ki, funksiyasının ən kiçik qiyməti tapılır. Bəli, bunun ən kiçik qiyməti 0-dır modulun içinin. 2 də çıxanda ən kiçik qiyməti 0 çıx ki, o da nədir? Mənfi 2-dir. Bu oldu ən minimal qiyməti, ən kiçik qiyməti. 7-ci tapşırıqları mənfi 1-də. 8-ci tapşırıqda y bərabərdir modulda x üzəyə 2 çıxılsın bir funksiyasının qrafikini təsvir edən hansıdır? Demək, 2 vahid sola gedir. 2 vahid sola, 1 vahid də aşağı gedir. Belə. Bu da olacaqdır. Deməli, 0 verəndə də baxın, 2 çıx 1, 1. Yəni 1-ə dəqiq desək, y-də 1-də kesəcəkdir. Bax bu formada. Y-də 0 verəndə 1-də kəsir. Bu oldu modulda x üstə gəlsin 2 çıxılsın 1-in qrafiki. 9-cu tapşırıq. Y bərabər kök altında 1 minus 2 vurulsun kök altı x çıx 1. Təyin oblasını tapın. Təyin oblası yəni x. Aydın ki, kökün altındakı ifadə 1 çıx 2 0-dan böyük bərabərdir. Eyni zamanda x minus 1 də 0-dan böyük bərabərdir. Buradan x 1-dən kiçik bərabərdir. X 1-dən böyük bərabərdir. Burada ancaq x bərabər 1 ödür. Təyin oblası 1-dir. Qiymət oblası 1-i yerinə yazanda 0-dır. 10-cu tapşırıq. Y bərabərdir kök altında 3 çıxılsın pi bölünsün x minus 2. Bu funksiyanın təyin oblasını tapın. Cüt dərəcədən olduğuna görə kökün altındakı ifadə 0-dan böyük bərabərdir. Yuxarısı mənfidir. Aşağısı mənfi olmalıdır ki, mənfi böləndə müsbətləsin. X minus 2 kiçik 0-dan buradan x kiçikdir 2 alırsınız. 12-ci sual. Y bərabərdir modulda 2x plus 10 funksiyasının ekstron nöqtəsi tapın. Ekstron maksimum və minimum deməkdir. Bəli, bu funksiyada deməli 5 vahid sola sürüşür. 5 vahid sola sürüşür və qrafik qolları yuxarı. Bəli, bu minimum nöqtəsi, yəni azalmadan artmaya minimumdur, artmadan azalma maksimumdur. Mənfi 5 ekstron nöqtəsi sayır. Sonra 13-cü sual. Y bərabərdir. Kök altında 5 çıxılsın 26, kökdə 26 bölünsün 2x çıxılsın 9. Və bu funksiyanın təyin oblasını istəyir. Yəni cüt dərəcənin olduğuna görə kökün altındakı ifadə 5 çıxılsın kök 26 bölünsün 2x çıx 9 0-dan böyük bərabər olmalıdır. Yuxarıda 5 25 deməkdir kökdə. Bu mənfidir. Mənfin də nəyə böləndə müsbət edir? Mənfiyə. Ona görə alırıq 2x minus 9 kiçikdir 0. Buradan x kiçikdir 4,5 alırıq. Sonra 14-cü tapşırıq.
Demek y bərabərdir. Kök altında x üstə gəlsin. A kvadrat çıxılsın 9'un kvadratı. Bir de üzərinə gəlsin a kvadrat çıxılsın 9. Bəli, bu funksiyası deməli koordinat başlığını keçir. A'nın tam qiymətlərinin nəyin soruşur? Neçə tam qiymətində? Koordinat burada deməli x də 0'dır, y də 0'dır. Yazıram 0 bərabərdir kök altında. X yenə 0 yazırıq. Qaldı a kvadrat çıxılsın 9'un kvadratı. Bir de üstə gəlsin a kvadrat çıxılsın 9. Buradan aydın ki kök altında a kvadrat çıx 9'un kvadratı bərabər 9 minus a kvadratına. Buradan görürsünüz ki məsələn olduğu kimi çıxmırdı. Əksi çıxıb deməli içərisində mənfidir. A kvadrat çıxılsın 9 kiçik bərabər 0'dan. Burada oldu mənfi 3'dən 3'ün arası. Burada tam ədədlərin sayını soruşur. Deməli mənfi 3'dür, mənfi 2'dir, mənfi 1'dir, 0'dır, 1'dir, 2'dir, 3'dür. Sayını soruşur. Sayını da 7 dənə. Sonra deməli 16 sual. Deməli uyğunluğu təyin etmək lazımdır. Birincisi y bərabər kök altında x üstə gəlsin 4. Və bu funksiyadan söhbət gedir. Bu qrafikin çəksə aydın ki 4% sola sürüşür. Və bu şəkildə birinci uyğun gedir. Burada məsələn A bəndi təyin olması -4 müsbət sonsuzdur. Qiymət olması soruşsa 0 müsbət sonsuzdur. Birinci ancaq A bəndi gedir. İkinci y bərabərdir kök altında x minus 3. Bunun qrafikini çəksək 3% sağa sürüşür. Qrafikini çəkirəm ki, birdən başqa sual verə bilər də. İkincidə ancaq təyin olmasından gedir söhbət. O da 3 müsbət sonsuz B bəndidir. Üçüncüsü y bərabərdir mənfi x minus 4. Biz bilir ki x minus 4 4% sağa getməlidir. Belə bu şəkildə. Ancaq qabağında mənfi olanda x simmetrik olur, düşür aşağı. Bəli. Üçüncü uyğun gəldi. Baxın qrafikdən görürsünüz azalır. D bəndi uyğun gəldi. Bir de y bəndi təyin olması 4 müsbət sonsuzdur. 18-ci misala baxın. Deməli Euler Venn diaqramı verilmişdi. Belə bir formada. Məsələn bu olsun soldakı tutaq ki A çoxluğu, sağdakı B çoxluğu. Burada 4 və 2 ədədləri y bərabərdir x kvadratı üstə gələk px üstə gəlsin q. Bu funksiyanın sıfırlardır. 2 ilə mənfi 5 isə y bərabərdir modulda x minus m. Üstə gəlsin n. Bu funksiyanın sıfırlarıdır. Buradan v teoreminə görə məsələn mənfi p bərabərdir. Həmin x1-in x2-nin cəmi. Yəni 4 ilə 2-nin cəmini 6-ya p'si mənfi 6 tapırsınız. Q isə x1 ilə x2-nin hasilidir. x1 4-dür, x2 2-dir. 4 dəfə 2 hasil, deməli Q'si nədir? 8-ə bərabərdir. Sağda 2 funksiyanın 0, yəni 2-ni yerinə yazanda 0 eləyəcək. X yerinə 2 yazsa 2 çıxsın m. Üstə gəlir n bərabər 0-a. Sonra -5 yerinə yazsaq -5 çıxsın m. Üstə gəlir n bərabər 0-a. Bəli, bunları tərəf-tərəf çıxsa alıram 2 modulda 2 minus m bərabərdir modulda -5 çıxsın m. Yəni buradan 2 yəni bir dəfə özü çıxır, bir dəfə əksi çıxır. Aydın ki özü çıxanda mənfim gedir. 2 bərabərdir -5 boş olurdu. Onun ki əksini çıxardıram. 2 çıx m bərabər 5 plus m. Burada -2 m bərabərdir 3-ə. M bərabərdir -1,5-ə. Bizdən soruşur Q'nun m'yi hasili. Q'su 8-dir. M də -1,5-dir. Onun ki cavab elədi -12. Sonra 20-ci tapşırığa baxırıq. Fx bərabərdir. A kvadrat çıxılsın 64 vurulsun. Kökün altında 3 minus a vurulsun x. Belə bir funksiya vermişdi. Deməli funksiyanın qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə a parametrini ala biləcək tam qiymətə cəmi tapın. Biz şahidi bu kök 6x funksiyasına baxalım. Məsələn kök 6x funksiyası. Məsələn bu belədir də kök 6x. Məsələn desək ki bu funksiya birinci rübdə
keçir bu şəkildə koordinat başlanğıcı və birincidə. Onda aydın gözün ikisinin əmsalı müsbətdir də, belə deyək. Burada 3 misal müsbət olmalıdır. A kvadrat çıxartmışdır. Qarşısı müsbət olduğuna görə qarşısı müsbət olmalıdır. Yox, bizə desirək ki, bu aydın kök altda mənfi qism qrafikidir. Məsələn, mənfi 4-də 2 alır, mənfi 9 3 alır. Desək ki, bu ikinci rübdən keçir, yəni koordinat başlanğıcına başlayaraq. Onda aydın yenə qarşısı müsbət olmalıdır. İkisinin qabağı mənfi olduğuna görə 3 çıxarda mənfi olmalıdır. Desək ki, yox, koordinat başlanğıcı belə 4-cü rübdən keçir. Bu da axı mənfi kök x-dir. Onda yenə də bunun qarşısı, yəni a kvadrat çıxartmış 4 mənfi olmalıdır. Ancaq bu içindəki 3 misal müsbət olmalıdır. Yəni, bizə deyir ki, koordinat başlanğıcı və 3-cü rübdən, yəni bu qırmızı yəni, belə olsun deyir. 3-cü rübdən keçsin. Bu da bilir ki, mənfi kökdə mənfi x-in belə deyək də qrafikdir. Ona görə bunun qarşısındakı a kvadrat çıxartmış 4 mənfi olmalıdır. Və x-in qabağı mənfi olduğuna görə bu 3 misal da mənfi olmalıdır. Bu sistemi həll etsək, buradan mənfi 8-dən 8-in arası tapırıq. Buradan a bölü 3. Beləliklə cavab oldu 3-dən 8-in arası. İstəyir deməli, ala biləcəyi a-nın tam qiymətlərinin cəmini. Yəni 4, 5, 6 və 7. 4-dən 6 10-dur, 5-dən 7 12. Beləliklə tam qiymətlərinin cəmi 22-dir. Baxırıq deməli növbəti mövzuya səhifə 13. Səhifə 12 deyək, səhifə 12. Misal nömrə 1-də tək və cüt funksiyalar, artan və azalan funksiyalar, dövri funksiyalar buna baxırıq. Bu da 1-dən 50-yədir. Birincisi, bütün ədəd oxunda azalan fx funksiyası verilmişdir. Hər yerdə təyin olunubdur. Bütün ədəd oxunda azalır. Burada ən kiçini soruşur. Ən kiçik biz bir iki funksiya yazarsa ən böyük qiymətdə kiçik olur. Ən kiçik qiymətdə ən böyük olur. Bizdən deməli ən kiçik qiymətini soruşursa, deməli bunun içərisindədir, ən böyük olmalıdır. Ona görə də B bəndinə baxsaq çarpılardan. Bəli, x-in ən böyük qiyməti 9-dur. Məsələn, burada f1, f9, f8, f4, f0 verirlər. f9 burada ən kiçikdir, yəni böyük olan da ən kiçikdir. f0 isə nədir? Ən böyükdür. İkinci tapşırıqda da funksiya deməli artır. Bütün ədəd oxunda təyin olmuşdur. Ən böyük qiymətini soruşur. Və artan funksiya isə x-in ən böyük qiymətində ən böyük qiymət alır, ən kiçik qiymətində ən kiçik qiymət alır. Deməli, ən böyük qiyməti y bəndi f9-a bərabərdir. Üçüncü tapşırıq ancaq xətt funksiyadan söhbət gedir. Deyir, hansı azalır? Biz bir ki, k-sı mənfi olsa, y bərabər k üstü gəlsin b-dən, o azalır. Cavablarda ancaq D bəndinin k-sı nədir? Mənfiyə bərabərdir. Sonra dördüncüdə yenə də azalır D bəndidir. Çünki k-sı nədir? Mənfi kötücə bərabərdir. Sonra 5-ci tapşırıqda funksiya hansı nə təkdir, nə cüddür? Burada biz bilir ki, məsələn, yerin qiymətli qoymalar. Məsələn, mənfi 1 verəndə və ya müsbət 1 verəndə eyni qiymət alarsa cüddür, əks qiymət alarsa təkdir. Heç birisini almazsa nə təkdir, nə cüddür. Bu da D bəndində y bərabər x minus 1-in kvadratıdır. Çünki 1 verəndə sıfırlayır, mənfi 1 verəndə 4-dür. Ona görə boşca olur. Yəni nə təkdir, nə cüddür. Sonra 6-cı tapşırıq baxaq. Funksiyanın hansı tək funksiyadır? Y bəndi tək funksiyadır. Y bərabər x vurulsun modulus. Çünki 1 verəndə 1 alır, mənfi 1 verəndə əks alarsa demək tək funksiyadır. Sonra 7-ci tapşırıq. Hansı cüt funksiyadır? A bəndi. Çünki modulus funksiyası cüt funksiyadır. 1 verdikdə 1 alır, mənfi 1 verdikdə 1 alır və yaxud nədir? Qrafiki oradan toxunan nəzərən simetrikdir ona görə. Sonra 8-ci tapşırıq. Funksiya hansı bütün ədəd oxunda azalandır? Burada funksiyanın içərisində A bəndi mənfi 4x kubu. Bizə gəlsin 5. Bəli, bu azalır. Çünki qrafika baxsa, deməli 5 vaat yuxarı və bu şəkildə gedir deyə bütün ədəd oxunda nədir? Azalır. 9-cu tapşırıq. Funksiyanın hansı bütün ədəd oxunda artandır? A bəndidir. Y bərabər 2x kubu üstə gəlsin 5. Kubik parabolanın qrafikidir. 5 vaat yuxarı sürüşür. Onun gibi bunun qrafiki bu şəkildədir. Bu da bütün ədəd oxunda nədir? Artır.
10-cu tapşırıqda qrafikləri verilmiş funksiyada hansı təkdir? Biz bilik ki, tək funksiyanın qrafiki koordinat başlanğıcı simetridir. Burada yalnız C bəndidir. 11-ci tapşırıqda hansı cüt funksiyadır? Cavab nədir? C bəndi. Çünki cüt funksiya OY oxuna nəzərən simetridir. 12-ci tapşırıqda funksiya bütün ədəd oxunda artır. Ən böyüyünü istəyir burada. Yenə arqument böyük olarsa böyük olur, kiçik olanda kiçik olur. İndi cavab B bəndidir. Çünki arqument, yəni x-lərin içində ən böyük 3/8-dir. Böyük olduqda böyükdür, kiçik olduqda kiçikdir. 13-cü tapşırıqda isə funksiya bütün ədəd oxunda azalandır. Qiymətlər hansı ən böyükdür? Ən kiçiyində böyük olur, ən böyüyündə kiçik olur. Burada arqument, yəni x-lərin içində ən balaca 5/1-dir C bəndi. Ona görə f 5/1 deməli ən böyük olacaqdır. 14-cü tapşırıq. Fx bərabərdir x/40 funksiyası üçün hansı münasibət doğru deyil? D bəndinə baxsanız f-4 kiçik ola bilməz f2-dən. Çünki f-4 yerinə yazan 440 eləyir. Bu da kiçikdir. 240 nədir? Ödəmir. Bizdən ödəməyini soruşur. 15-ci tapşırıqda fx bərabərdir x39. Hansı münasibət doğrudur? Burada f5 müsbətdir. f-5 mənfidir. Ona görə də f5 f-5-dən böyükdür. Cavab nədir? C bəndi. 16-cı tapşırıqda fx funksiyası bərabərdir deməli 3 minus 2x-in kvadratı bir de çıxılsın 4m2 üstə gəlsin 4m. Funksiyası cüt funksiyadır. Bunu açsaq bu 9 üstə gəlsin 4x-in kvadratı çıxılsın 12x çıxılsın 4m2 üstə gələk 4m. Burada 9 cüt funksiyadır, 4x cüt funksiyadır, 4m cüt funksiyadır. Bunlar isə tək funksiyadır. Bəli, ümumi cavabın cüt olmasını istəyirsə, onda təklər islah etməlidir. Bizdə m-in yeri mənfi qoyanda bunlar islah gedir. 18-ci sual. Fx bərabərdir. Demək, a çıxsın 3. Vurulsun x-in kubu. Üstə gəlsin modulda a çıxsın 3. Vur x-in kvadratı. Üstə gəlsin a2. Üstə gələ a üstə gəlsin 3. Bəli, funksiyası tək funksiyadır. A-nın hansı qiymətdir? Baxın, bu təkdir. Bu cütdür. Bu da təkdir, bu da cütdür. Demək, tək olmaq üçün cütlər getməlidir. Bax, bu cütlər islah olmalıdır. Burada A-nın yerinə 3 yazanda islah olmur, ancaq mənfi yazanda hər ikisi gedir. Çünki A-nın yeri mənfi yazanda bəli, cütlər gedir. Sonra 19-cu tapşırıq. Deməli, y bərabər fx funksiyası vermişdir və tək funksiyadır. 0 müsbət sonsuzluq aralığında funksiyamız artır. Sual belədir, fx böyük bərabərdir, f10-u həll edin. Funksiya tək də olsa və ya cüt olsa yox, tək olsa, onda və ya tək deməsə də x böyük bərabərdir 10 olmalı. Biz bilirik ki, funksiya böyüksə, arqument nədir? Böyük olur. Əgər artırsa, kiçik olanda da yerlərini dəyişdirir. Ona görə 10 müsbət sonsuzluq. Deməli, 20-ci misalda y bərabər fx funksiyası t funksiyadır. Deməli, bu da 0 müsbət sonsuzda azalır. Fx kiçik bərabər f7-ni həll edin. Azalanda şahidlər yerlərini dəyişirdə x böyük bərabər 7 olur. Deməli, tək olsa və yaxud nədir, təklin deməsək, şübhəsiz ki, nədir, bu şəkildə olur. 21-də isə cüt funksiya olanda isə, baxın, y bərabər fx funksiyası cütdür. 0 müsbət sonsuzda azalır. Fx kiçik bərabərdir f6-nı həll edin deyir. Bu azar. Cüt olanda da x böyük bərabərdir 6 yox, yazarsınız mod x böyük bərabər 6. O da olacaq mən sonsuz mənfi 6. Birləşmə 6 müsbət sonsuzluq. Bir dənə cüt deyəndə modulu yazırsınız. 22-ci misalda y bərabər fx funksiyası deyir cütdür. Fx böyük bərabərdir f8. Bunu həll etmək lazımdır və funksiyamız nədir? Artır.
Ona görə də funksiya funksiyadan böyüksə arqumentdən kiçik olmalıdır. Sadəcə bir artı dedi artır. Onda işarə eyni qalır. Cavab olacaq mənfi sonsuzluq -8 və birləşmə 8 müsbət sonsuz. Demək artanda böyüksə böyük olur, kiçiksə kiçik olur. Azalanda böyük kiçiyə keçir, kiçik böyüyə. 23-cü sual. Demək y bərabər fx funksiyası verilmişdi və cüt funksiyadır. Demək 0,6-da təyin oldu. Şərtə görə deməli f maksimum deməli 1-də 7 alır. Sonra f minimum 5-də 9 alır. Demək f3-də nədir? Yox, bu da maksimumdur. Deməli şəkil çəksək, baxın, şəkil çəksək. Funksiya bu şəkildə qrafika malik olur. Burada deməli 1-də 1 maksimum nöqtəsidir. 7 onun maksimum qiymətidir. 5-dən maksimum nöqtəsidir. 9 onun maksimum qiymətidir. Bu maksimumla maksimum arasında minimum olmalıdır. Demək digər nöqtə şərtdə verirlər f3 4. Bu isə minimumdur. Və funksiya deməli t funksiyası digər hissəsi isə 3-cü cürbə çürüyəcək bu şəkildə. Onda 1-də 7 alırsa, -1-də -7 alacaqdır. Sonra funksiyamız 3-də 4 alırsa, -3-də -4 alır. 5-də 9 alırsa, -5-də -9 alır. Gördüğünüz kimi. Bizden soruşur bunun nədir? Minimumların cəmi. Demək minimum burada bir -7'dir. Baxın -7. Sonra -9. Baxın -7. -9. Bir də burada nədir? Minimum nədir? Budur. 4. O da bərabər -12. Minimumların cəmi soruşur. Cavab -12. 24-cü suala baxırıq. 24. fx bərabərdir. Px üstə gəlsin 1 vurulsun 2x plus q plus 4. Bu funksiyası t funksiyadır. P üstə gəlsin q üstə gəlsin p vur q nəyə bərabər? Bunu vurub açsam alırım 2px kvadratı. Üstə gələ p vur q 2x. Üstə gələ 4px. İndi 1 vuraq. 2 üstə gəlsin q üstə gəlsin 4. Bu deməli cütdür, bu təkdir, bu da cütdür. Deməli bu şərtdə dedi ki, bu funksiya t funksiyadır. Hangi cütlər 0 olmalıdır. Deməli bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Buna 0 olmaq üçün p'si 0 olmalıdır. Buradan q'su -4 olmalıdır. Yerinə yazsaq p yəni 0, üstə gəl q yəni 4 mənfi. Bir də üstə gəlsə bunların hansıdır 0, cavab elədim -4. Sonra 25-ci misala baxaq. 25-ci misal. Y bərabər f funksiyası -3 parçasına təyin olmuşdu. Sonra f2 bərabərdir 6-ya. Funksiya t funksiyadır. Deməli 7 vursun f0. Üstə gəlsin 4. Vurulsun deməli 5 dənə f2. Çıxılsın 4f -2 nəyə bərabər? Yəni buradan bizə nə lazımdır? Məsələn f0. Funksiya t funksiyası o koordinat başına keçməlidir. Ona görə f0 0-dır. f2-ni 6 veriblər. f -2 bu t funksiya daxilində -2-dir. O da bərabərdir -6-ya. Da qiymətini yerinə qoyursa hesablayırsınız. Sonra deməli 26'da da 10 oxşardır. 27. fx bərabərdir ax kvadratı. Bu cüt funksiyadır. Üstə gəlsin a çıxılsın 3 vur x. Bu da t funksiyadır. Üstə gəlsin a. Bəli, bu funksiyasının cüt olmaq üçün demək tək nədir? İslah getməlidir. Demək bunu getmək üçün a-nın yerinə 3 yazanda gedir. 28'də də a-nın yerinə 4 yazanda gedir. 29.
Demek funksiya bütün ədəd oxuna təyin olmuşdur və dövrü 6-dır. Və cüt funksiyadır. Deməli, f2 5-ə bərabərdir. F mənfi 3 onsuz da f3 olacaq. Cüt olan da mənfidən müsbət təyin olur. Demək, şərtdə f mənfi 14 yazdılar. Mən 17 14 yazıram. Çünki cüt funksiyadır. Üstə gəlir f21 bölünsün f45 bir də çıxılsın f50. Bu ifadənin qiymətini tapın deyilir. Birincisi, A bəndi. F14 nəyə bərabərdir? Bax, mən bunu yazıram. Görə içində maksimum 2 dənə 6 var, 2 dənə. 2 dənə dövr 6, 12, üstə gəl 2. Bu oldu F2. F2'nin qiyməti 5'dir. Sonra F21. Bunu yazıram 3 dənə dövr 6 yəni. 18 üstünə də 3 gələndə 21'dən. Bu da bərabər F3'ə. F3'ün qiyməti 6'dır. Sonra F45. 45'in içində neçə dənə 6 var maksimum? Deməli 7 də. 7 dəfə 6 42, üstə gəlir 3. Bu da bərabər F3'ə. F3'ün qiyməti bərabərdir 6 yəni. Bir də F deməli 50. Bu da F. 6'nın içində 8 dənə, neçə dənədir? 8 dənə 6 bənim. Üstə gəlir 2. Bu da F2. Yenə bərabərdir 5'ə. Deməli F14'ün yerinə 5 yazırıq. F21'in yerine 6 yazırıq. F45'in yerine 6 yazırıq. Burada 5 yazırıq. Cavabı 11 və s. Sonra 31'in sağ. K'nın neçə tam qiymətində y bərabər 9 çıxılsın k kvadratı vurulsun x'in kubu funksiyası artandır. Biz bilir ki onsuz da x kubu artır. Bu x kubu artırsa şahitlərimin 2 misli, 3 misli, bütün müsbət misli artır. Ona göre x kubu artırsa gerek bu 9 çıx k kvadratı müsbət olmalı. Çünkü şərtdə deyir ki funksiyanın özü də artır ona göre. Buradan k kvadratı kiçik 9. Bu da -3'dən 3'ün arası. 31'də soruşur. K neçə tam qiymətli? Ödəyənlər -2'dir, -1'dir, 0'dır, 1'dir, 2'dir. 5 qiymətli. Kısa yola aydındır. 3'dən çıxırsın -3'ü. Sonra bir de 1 çıxırsınız. Sonra 33'ün sağ. 33'də funksiya cütdür. F funksiyası cütdür. Fx. Gx funksiyası t'dir. Ona göre fa, bak sistemi yazırıq. Fa. Üstə gəlsin f mənfi b, fb verir. Üstəki ja bərabər 12. Sonra f mənfanın yerine fa yazıram. Çıx fb. Bir de çıxsın ja. Çünki j t funksiyadır. Bərabər 8. Bunlar tərəf toplasa fb'lər j'lar gedir. Qaldı 2 dənə fa. Bərabər 20'ye fa bərabərdir 10'a. Bizden ifade soruşalım. Sonra 35'in sual. 35'in sual. Deməli y bərabər fx funksiyası bütün ədəd oxunda təyin olmuşdur. Dövr 3'ə bərabərdir. Bir də f1 bərabər 4'ə. Buradan deməli f7'ni tapaq. F7 deyil nəyə bərabərdir? Sonra f -2'ni tapaq. Bunlar tapdıktan sonra soruşur 6 vursun f7. Çıxılsın 5 vursun f -2 nədir? Bəli, bunu elə biz variantı odur ki, bir dənə f1'i veriflər deyə bizdən nə soruşsa deyəcəm f1'dir. Yəni bu dəqiqə mən yaza bilərəm ki 6 vur 4. Çıxılsın 5 vur 4. Yəni 24 çıx 20. Bərabər 4. Çünki başqa şərt yox ki, çünki bunlar hamısı fırlanacaq, dövrdə fırlanıb, həmin də verdiyi şərtə qayıdacaq. Məsələn, f7 yazıram, dövr atıram, 3 ise yeri 4. Yəni 1, bəli 3, yox bir dəqiqə. 2 dənə 3, səhv yazma. Deməli, F7'nin yerine yazarım 2 dənə dövr. Üstə gəlsin 1 oldu F1. F1 de görürsünüz ki 4'dür. Sonra F -2 yazarım 1 çıx dövr. Bu da oldu F1 yenə 4. Sonra 37.
1 bərabərdir kök altında k kvadrat çıxılsın 25 vurulsun kök altda kx. Funksiyası azalır. Biz onsuz da biri kök altda bu k naturaldır. Bu müsbət olduqca bu artır. Məsələn bu funksiya artır. Artan funksiyada mənfi vurmalısınız ki azalsın. K kvadrat çıx 25 mənfi olmalıdır. Bu da mənfi 5 ilə 5'in arası. Bizə natural soruşur. Naturalların sayını demək 1 ödəyir, 2, 3, 4. Sonra 39'a baxalım. Deməli, funksiyanın dövrü deyir 7'ye bərabərdir. Funksiya bütün ədəd oxunda təyin olmuşdur və tək funksiyadır. f2 tək funksiyadır. Yəni, sual belədir. 2 vursun f11 çıxılsın f14 bölünsün f-4 üstə gəlsin 5 nəyə bərabər? Bu bərabərdir. 2 vursun f11 qıraqda hesablayaq. f11 nəyə bərabərdir? Bu bərabərdir f. Deməli 7 üstə gəlsin 4. Bu oldu f4. Deməli 2 vur f4. Çıxılsın b bəndi f14 görək nəyə bərabərdir. Bu da 2 dənə dövr 7 üstə gəlir 0. Bu da f0 olacaq. T funksiyası 0-da 0'a bərabərdir. Qaldı ki c bəndi f-4. Bu da mənfi f4'dür. Buraya yazın mənfi f4. Üstə gəlsin 5. Bəli, bunlar ixtisar getdi, qaldı mənfi 2. Üstə gəlsin 5, cavab 3. Sonra 41-ci sual. Fx funksiyası t funksiyadır. Sonra gx deyir bərabərdir. 3 vurulsun x'in kubu. Üstə gəlsin 2 vurulsun fx-ə. F mənfi 4'dür, g'ni tapın. F mənfi 4'dürsə, aşağıda tək funksiyada daxil. Onda f2 də mənfi 4'dür. Bəli, deməli buradan bizdən soruşur j2'nin. j2 3 vurulsun 2'nin kubu üstə gələk 2'dən f2'dir. O da bəli 8 vur 3, 24. f2 də mənfi 4'dür deyən. Bu da elədir mənfi 8. Cavab elədir 16. Sonra 42. sual. Fx bərabərdir. A kvadrat çıxılsın 9 vur x'in kvadratı. Üstə gəlsin. A'nın kvadratı çıxılsın, üstə gəlsin 2A çıxılsın 8. Vur 2 üstə gəlsin A plus 4. Yəni burada deməli filan qiymətlərdə cüt funksiya, t funksiya, artan funksiya bunlardan danışır. Deməli burada bunun kökləri plus minus 3'dür. Bunda kökləri mənfi 4 və 2'dir. Belə. Birinci A mənfi olarsa deməli şeyin uyğunluğu təyin etmək lazımdır. Bəli, A-nı yerə mənfi yazsaq, deməli fx funksiyamız bərabər olacaqdır. Mənfi yerə yazın belə 0. Burada qaldı deməli mənfi yerə yazanda A kvadrat ilə 9. Bu da 9'dan mənfi 6 ilə də 3. 9'dan 6 ilə də çaşdım. Mənfi kvadrat 9. Bu da mənfi 6 ilə də 3. 3'dən 8 çıxanda elə də mənfi 5, 2. Üstə gəlsin 1. Bu da azalır. Birinci uyğun gəldi, D bəndi, funksiya azalır. İkinci, A-nı yerə mənfi 4 yazanda, o zaman görsən ortadakı gedir. Funksiyamız olacaq fx bərabərdir. Mənfi 4'ün yerinə yazanda 16 çıx 9 elədi 7. 7x kvadratı, elə 7x kvadratı. Bu funksiya cüt funksiyadır. Sonra eyni zamanda x bərabər 0 düz xətə nəzərən simmetrikdir. Yəni bu simmetri oxudur. Ona görə A bəndi və Y bəndi uyğun gəlir. Üçüncü. A bərabər 3 olduqda isə funksiyamız olacaqdır. Yerinə 3 yazanda bu sıfırlədim. 9, 6, 15, 15 çıx 8, 7, 2, üstə gəlsin 7. Bu da artır. Ona görə üçüncüyə uyğun gəlir B bəndi.
Sonra 43-cü sual. Birinci y bərabərdir. X üstə gəlsin 3-ün kvadratı çıx 2. Bəli, bunun qrafikini çəkək. Deməli 3 soladır. 2 də deməli aşağıdır. Bu şəkildə qolda yuxarıdır. Deməli 0 verəndə də 9 verir. 9-un 2 canı 7. Deməli ona görə yuxarıdan keçəcəkdir belə. Burasını qeyd edeyim, lap belə 7-dən keçir. Demək, birinci uyğun gəldi. Burada təpə nöqtəsi -3, -2 A bəndi. İkinci. Y bərabər x minus 3-ün kvadratı çıx 2. Bu da 3 sağa, 2 aşağı. Demək, qolda yuxarıdır. Burada 0 verəndə 9 çıx 2 7-dir. Bu da deməli, dəqiq çəksək, təxmini 1 olacaq bəli. Bu da 0 7. Deməli, ikinci uyğun gəldi. 3 müsbət sonsuzda artır, düz deyir, B bəndi. Bir də ki, təpə nöqtəsi 3 -2-dir, bir də nədir? D bəndi, B deyil. Doğrudur. Üçüncü. Y bərabər mənfi. X çıxılsın 3-ün kvadratı üstə gəlir 2. Bu da 3 sağadır. 2 yuxarıdır. Belə. 0-da da -9, 2 -7 alır. Deməli, gəlsin burada -7-dən keçsin. Üçüncü uyğun gəldi. Deməli, 3 müsbət sonsuzda azalır, düz deyir C bəndi. Bir də o oxunu 0 -7 nöqtəsini kəsir. Bir də nədir? Y bəndi. Yəni, ona görə də bax, biraz görürsən, burada məsələn istifadə olmadı. O oxunu harada kəsir. Ancaq mən yenə də tapıram ki, lazım olan da cavablandıra bilək. 44 oxşarını yuxarıda yazdıq. Sonra məsələn 45. 45-in sualı. Birinci fx bərabərdir. 2x kvadrat çıxılsın 8-2 üstə gəlsin 1. Bunun üçün uyğunluğu təyin edək. Deməli, burada bu bərabərdir. 2 vurulsun, 2 çıxılsın 2-nin kvadratı. Bu açanda deməli 4, 8, bir də çıxılsın 7. Bunun qrafikə basa 2 sağadır. 2 sağa, 7 aşağıdır. Bəli, 0-da da 1 verir. Deməli, gəlib buradan keçir benim. Aha. Demək, birinci hansı uyğun gəldi? A bəndi 2 müsbət sonsuzda artır, düz deyir. Yəni, bir də C bəndi -2-də azalır. Burası da doğrudur. A, C. İkincisi, y bərabər -x-in kvadratı üstə gəlir 5x. Bunun qrafikinin qollar aşağıda, köklərdə deməli 5, 0 oldu. 0, 5 belə. Demək, ikinci uyğun gəldi. O oxunu deməli bir dəqiqə. Burada ikincidə deməli -x plus 5 y bəndi. -2.5-də artır. Çünki bura 2.5-dir. -2.5-də artır. Bəli, y bəndi uyğun gəldi. Üçüncüdə fx bərabərdir. X kvadrat çıxılsın 3-ün qrafikini çəkirsiniz. 3 aşağıdır, qollar yuxarıdır. Üçüncü uyğun gəlir. Deməli, B bəndi 0 müsbət sonsuzda artır. Bəli. Sonra baxırıq 49 suala. Deməli, birincisi y bərabər x kvadrat üçün uyğunluğu müəyyən edin. Yəni, x kvadratın qrafikini çəkirik. Belə. Deməli, birinci uyğun gəldi. Burada D bəndi funksiya, fx funksiyasının qrafiki ordinat oxuna nəzərən simmetridir. İkincisi, y bərabər mənfi qabaqda kök altı x minus 1. Bunda qrafiki deməli 1 sağ olmalıdır bu şəkildə. Ancaq belə yox. X oxuna nəzərən simmetri, yəni düşür aşağı. Deməli, ikinci uyğun gəldi. Burada deməli funksiya 1-0 nöqtəsini keçirib B bəndi. Bir də ki, funksiyanın qrafiki gör hansı uyğun gələcək. Bir də azalır C bəndi. Üçüncü, y bərabər x-in kubu. Bunda kubik parabola birinci və üçüncü rübdən keçir.
3-cü uyğun gəlir. Ancaq A bəndi, yəni funksiyamız artır. Sonra 50-ci tapşırıq. Fx və Gx funksiyaları cüt funksiyadır. Şərtə görə Fx və Gx cüt funksiyalardır. Və Px-ən Qx, Px və Qx t funksiyalarıdır. Sonra şərtdə bir ki, f mənfi 5 bərabər 3-ə. Bizdə bir ki, cütsə, onda f5-də bərabər 3-ə. Sonra j mənfi 7 bərabər 8-ə. Cüt olduğuna görə j 7 də bərabər 8-ə. Sonra p4 bərabər 3-ə. Təhdidiyə p mənfi 4 mənfi 3-ə. Sonra q mənfi 2 bərabərdir mənfi 3-ə. Onda q2 bərabərdir müsbət 3-ə. Bəli. Və sualımız budur. F5 vurulsun J7 üstə gəlsin P mənfi 4 bölünsün Q2 nəyə bərabərdir? Bu bəri F5-in yerinə yazırım 3-ü. Bunu. J7-in yerinə yazırım 8-i. Sonra P mənfi 4-ün yerinə yazırım mənfi 3-ü. Bölünsün Q2-in də yerinə yazırım 3-ü. Yuxarı oldu 24 çıxılsın 3 böl 7. 21 bölünsün 7. Yox 3 3. 21 bölünsün 3 bərabər 7. Hə, baxırıq şahidlər səhifə 16-ya. Səhifə 16. Növbəti mövzu səhifə 16. Birdən 108-ə köşə. Deməli, birinci tapşırıqda funksiya verildi. Funksiyanın qrafikinə əsasən təyin obası soruşur. Bunun təyin obası x oxu boyuncadır. O da mənfi 2-dən 3-ə kimidir. Qiymət obasını soruşsaydı, o da nədir? Mənfi 0.5-dən 3-ədir. İkincinin deməli qiymətlər çoxunu soruşur elə ikincidə. Yəni y-ni soruşur. O da y oxu boyunca baxırsanız, yəni mənfi 1-dən müsbət 2-yə. Sonra üçüncü tapşırıq. Hansı funksiyanın təyin obası 3-dən başqa bütün ədədlər çoxdur B bəndi. Çünki B bəndində yazılır ki, y bərabərdir 5 bölünsün 2x çıx 6. Bu görürsünüz ki, məxrəc 3-dən başqa bütün ədədləri yerinə yazmaq olar. Dördüncü tapşırıqda da 5-dən başqa, deməli y bəndidir. Çünki y bərabərdir 7 bölünsün 2x çıx 10. Burada x-in yerinə 5-dən başqa istənilən ədədi yazmaq olar. 5-ci tapşırıq. Y bərabərdir. X kvadrat çıxsın 4 bölünsün. X kvadrat üstə yerə 2 funksiyasının qrafik verilmişdir bu şəkildə. Demək, A nöqtəsinin koordinatlarını istəyir. A nöqtəsi x ox üzərindədir, ona görə y 0 olacaq. Buradan x-də bərabər plus minus 2-yə, A da sağda olduğuna görə A-nın koordinatı 2 0 olacaq. 2 0. Sonra 6-cı tapşırıqda bu dərəcə cüt olduğuna görə təyin obasını soruşur. Demək, içərisindəki ifadə 5 plus x vursun. Bu bölünsün 4 minus 2. 0-dan böyük bərabərdir. Bu yuxarısı müsbət atırıq. Deməli, buradan alırıq 5 plus x bölünsün 4 8. Bu 0-dan böyük bərabərdir. Bu da deməli, mənfi 5-i alır. 4-ü almır. Bu da mənfi, müsbət, mənfi. Cavab oldu mənfi 5 qapalı. 4 isə açıq şəkildə. Sonra 7-ci tapşırıq. Y bərabərdir. Kök altında x kvadratı çıxılsın, üstə gəlsin 11. Bölünsün x-in kvadratı çıxılsın 4x plus 18. Bu funksiyanın təyin obası tapın. Burada kökün altında həmişə qiymətlər qoymaq mümkündür. Kökün altı həmişə müsbətdir. Məxrəcdə diskriminasiyadan kiçik olduğuna görə biz bilirik ki, bu da məsələn yuxarıda qalır, bu da müsbətdir.
Ya da məxrəc yazıram. X minus 2'nin kvadratı 4. Bu da neçədir? 18 olduğuna görə 14. Bu da həmşərin müsbətdir. Məxrəc müsbət, sürət müsbət. Yəni burada belə deyim də, məxrəcin sıfır olma şansı yoxdur. Sürətdə də həmişə görsünüz ki, mənası var. Ona görə təyin olmasını soruşur. Bütün həqiqi ədədlər çoxluğu. Sonra 8-ci tapşırıq. Y bərabərdir. Kök altında moldur çıxılsın 4. Kvadratı bu funksiyanın qrafikini tapın. Düzdür, cavablarla işlemi olar. Cavablarda məsələn D bəndidir. Çünki 4 qoyanda 0'dır, mənfi 4 qoyanda 0'dır, 0'da 4'dür. Buradan çıxır modulda, modul x çıx 4. Modul fx funksiyasının qrafikini qurmaq üçün içəridəki funksiyanın qrafikini qururlar. Belə. Bax, bu funksiyanın qrafikini qururuq. Bax, sağdakının. Bu da mənfi 4, 4'dən keçir. Sonra aşağı düşən hissə var. Bax, aşağı düşən hissə. Onu yuxarı simetri etmək lazım. Deməli, bu qırmızı ilə göstərilən bu soldakı funksiyanın qrafik oldu. 10-cu tapşırıq. Bu funksiyanın təyin oblasını tap deyir. Ona görə kökün altındakı ifadə kök cüt dərəcədən olduğuna görə 0-dan böyük bərabərdir. Bu isə kökləri 6 mənfidir. Bunların arası olacaqdır. Mənfi ilə 6'nın arası. 12-ci sual. Y bərabərdir 1 bölünsün. Bu funksiyanın təyin oblasını tapın. Bəli, cüt dərəcən olduğuna görə bu 0-dan, məxrəcdə olduğuna görə 0-dan böyük olacaq. Bu da cavab mənfi sonsuz mənfi 4. Birləşmə 4 müsbət sonsuzluqdur. 13-cü sualda y bərabərdir kök altda 4 minus x kvadratı funksiyasının təyin oblasını tapın. Kökün altındakı ifadə kök cüt dərəcədən olduğuna görə 0-dan böyük bərabər. Bizdə bir kiçik olanda arası olur, böyük olanda qıraqları. Sonra 14'də oxşarıdır. 14'də 9 çıx x kvadrat 0-dan böyük olacaq. 15-ci sualda yenə 0-dan böyük bərabər. 16. Y bərabər 3x çıx 1 funksiyasının tərsini tapın. Funksiya nə zaman tərs tapılır? Funksiya artanda ya da azalanda. Ya da hissələrdə. Buradan 3x bərabər y plus 1. Deməli, funksiyanın tərsini tapanda x tapırıq. Sonra x-lə y-in yerini dəyişirik. Bəli, çünki funksiya y-ə görə verilir. Y bərabərdir. X-ə gələ 1 bölü 3. Bax, bu funksiya. Verilən funksiya nədir? Tərsin. Sonra 17-ci sırada yazar. Y bərabərdir. 3x plus 1 bölünsün 5 funksiyasının tərsini tapın. Deməli, buradan 3x plus 1 bərabər 5y-ən 3x də bərabər 5y çıxsın 1-ə, x bərabər 5y çıxsın 1 bölünsün 3. X-lə y yerini dəyişirik. Funksiyamız olacaq. Y bərabər 5x çıx 1 bölü 3. Sonra 19 sulara yazıb baxaq. Y bərabərdir 1 bölünsün x çıx 1 üstəgəl 1. Bunu sadələşdirsək x çıx 1. Yuxarıda 1 üstəgəl x çıx 1. Bu oldu x bölünsün x çıx 1. Bu funksiyanın tərsini tapın. Buradan tənasibə keçsək y vurulsun. X çıx 1 bərabər x-ə. Yəni x y çıxılsın y bərabər x-ə. X tapmağa çalışırıq da. X y çıx x bərabər y-ə. X vurulsun y çıx 1 bərabər y-ə. Nəhayət x bərabərdir. Y bölünsün y çıx 1. Buradan yerlərini dəyişdirir. Çünki x-lə y-in yerini dəyişdirməliyik. Y bərabər x bölünsün x çıx 1. Bəli, cavab. Sonra 20 sual. Y bərabərdir. X kvadrat çıxılsın 4 bölünsün x kvadrat plus 2. Funksiyasının deməli qrafiki belə çəkilmişdi. Burada A-nın koordinatını soruşur. Biz bir ki 0 verəndə A deyir. Burada da 0 verəndə x-ə. O da bərabərdir. -4 bölünsün 2, -2.
Belə elə A-nın koordinatı 0 -2-dir. 21-in sualda da ona oxşuyur. 22. Y bərabərdir 9 çıxılsın x-in kvadratı bölünsün x kvadrat üstü yerə 3. Deməli, belə bu olsun A nöqtəsinin koordinatı istəyir, bir də B. A ilə B x ox üzərindədir. Ona görə y burada 0-da, x də bərabər plus minus 3. Belə elə A-nın koordinatı -3 0 olur. B-nin koordinatı isə 3 0 olur. Sonra 23. sual. Y bərabər kök altında x kvadrat çıxılsın 9 funksiyasının tənbası tapın. Demək, kökün 6 sıfırdan böyük bərabər. Bu da olacaq mənfi sonsuzluq -3 birləşmə 3 müsbət sonsuzluq. Sonra 24. Y bərabərdir 5-ci dərəcədən x plus 1. Bu funksiyanın tənbası. Bu t dərəcədən olduğuna görə x istənilən qiyməti ala bilərik. Mənfi sonsuzluq, müsbət sonsuzluq. 25-də də, 26-da da, 27-də də mənfi sonsuzluq, müsbət sonsuzluq. 28. Y bərabər 1 çıxılsın 2x bölünsün kök altda 5 minus modul x funksiyasının tənbası tapın. 5 minus modul x sadəcə sıfırdan böyük olmalıdır. Bu da kiçikdir 5-dən, cavab elədim. Mənfi 5-dən 5-in arası. 30. sual. Y bərabərdir kök altında x plus 1 bölünsün x minus 1 funksiyasının tənbası tapın. Buradan x plus 1 sıfırdan böyük bərabərdir. Məxrəc də 1-dən fərqlidir. Cavab olacaq mənfi 1-dən 1-ə 1 müsbət sonsuzluq. 31-də onun oxşarıdır. 32. Fx bərabərdir x-in kubuna. Gx bərabərdir 2x kvadratına. F gx'i tapın. F gx. F gx nədir? 2x kvadrat. Bəli, F5 deyəndə 5-in kubu. Yəni, indi bunun içində nə varsa x yeni yazırsın. Cavab elədir 8 x üstü 6. Sonra 33. Fx bərabərdir 3x kvadratına. Gx bərabərdir x 4-ə. Bizdən gfx soracaq. Demək, g 3x kvadratı. Bu da bərabərdir g. Deməli, bunun içərisində varsa x-in yeni yazırsınız. 3x kvadratının üstü 4. 81 x üstü 8. 34. Y bərabərdir x kvadratı. Çıxılsın kök altda x minus 2 bölünsün x-in tənbası tapın. Buradan x minus 2 sıfırdan böyük bərabərdir. X də məxrəcdədir, sıfırdan fərqlidir. Cavab deməli 2 parça müsbət sonsuzluq. Sonra 35-də də şərti köçürmürəm. 35-də x çıx 3 sıfırdan böyük bərabərdir. X də sıfırdan fərqlidir. Cavab 3 qapalı müsbət sonsuzluq. 36-da şərt köçürmürəm. Birinci kök altındaki mənfi x plus 6 var. Bax o sıfırdan böyük bərabərdir. X plus 2 də məxrəcdə deyə sıfır olanmaz. Radikal cüt dərəcədən böyük sıfır olmalıdır. Bu da mənfi x böyük bərabər mənfi 6. X də böyükdür mənfi 2. X kiçik bərabər 6-dan x böyükdür mənfi 2. Burada olacaq mənfi 2-dən böyük 6-dan kiçik bərabər. Burada deyir ki, təyin obasının daxilin tam edilən cəmi soruşur. Yəni, mənfi 1, üstə gəl 0, üstə gəl 1, üstə gəl 2, 3, 4, 5, 6. Bura kimi 0 olacaq. 2 ilə 3, 5, 5 ilə 4, 9, bu da 14, 16, 20. Cavab.
Sonra 37-ci suala baxırıq. Fx bərabərdir. Deməli, x vurulsun kosinus x-in kubu üstə gəlsin 5 və x bərabər imiş. X kvadratı olarsa f(x) tapın. f(x). Demək, baxın, şimdi x-in qiymətini qoyuruq yerinə fx kvadratı. Məsələn, f5 deyəndə x-in yerinə 5 qoymursunuz. Burada da 5'in yerine x kvadrat durdu. Bütün x'in yerine x kvadrat yazarıq. X kvadrat. Koysunuz x kvadratın kubu. Bir üstə girib 5 və salam. Sonra 38. Fx bərabərdir 2 vurulsun 2x plus 2. Və gx bərabərdir 2 üstü x plus 10'a. Bizdən f gx soruşur. F gx'in yerine bax bunu yazırıq. Artı x'in yerində bax bu ifadədir. Məsələn f10 deyəndə x'in yerine 10 yazırıq. Burada da həmən ifadəni 2 vur. Bax bu x deməkdir. 2 vur 2 üstü x plus 10 plus 2. Bunu da açanda 2 üstü x plus 1 üstə yeri 22. 39 sual. Təyin obasını tap. 2 üstə yeri x sıfırdan böyük bərabərdir. Məxrəc də sıfırdan fərqlidir. Nasıl? Yuxarıda oldu deməli -2 müsbət sonsuzdur. Burada x fərqlidir sıfırdan, x fərqlidir 3'dən. -2'dən gəlir 0 almır. Sonra sıfırdan keçir 3'ü almır. Sonra 3'dən müsbət sonsuz. Sonra 40'dan oxşarıdır 41. X sıfırdan böyük bərabərdir. Onda x kvadratın o hissədə artır. Bu zaman tersi var. Demek buradan x bərabər plus minus kötü girkən, sol müsbətsə sağlı müsbətdir, bərabər kötü girkən, x-ə girkən yerini dəyişirik, y bərabər kötü x-ə. Bəs yəni bu funksiyanın tərsidir, x böyük bərabər 0 olanda. 42, y bərabər x kubunun tərsini tapın. X bərabər 3-cü dərəcəni y-ə yerlərini dəyişdirsiniz. Y bərabərdir 3-cü dərəcənin x. Bəli, bu funksiya vermiş funksiyanın tərsidir. 43-cü suala baxırıq. Deməli, burada funksiyanın təyin obası tapdıyır. 3x sıfırdan böyük bərabər yazmalıyıq. 3 minus x də böyük bərabər yazmalıyıq. Buradan x böyük bərabər sıfırdan, x kiçik bərabər 3'dən, cavab 0 ilə 3'ün arası. 44'te de 0 ile 2'nin arası. 45'te kökün altı 0'dan büyük beraber dereceden olduğuna göre. Belə bu da olacak -1 ile 1'in arası. Son 46. sual. Y bərabərdir 2x bölünsün x kvadrat üstə gəlsin, x üstə gəlsin 1. Funksiyanın təyin obası tapın. Yəni məxrəc şahidləri, yəni məxrəc birisindən yəni bir də 0 ola bilməz. Bunda diskriminant 0-dan kiçikdir. Yəni bunun kökü yoxdur. Kökü olanda 0 olur da. Onun kimi məxrəc heç vaxt 0 olmaz. Yəni d x istənilən qiymətdir. Məxrəcin 0 olma şansı yoxsa demək x istənilən qiymət ala bilər. 47-də həmçinin 48 y bərabərdir. Bu funksiyanın qiymətləri oblasını tapın. Yazırım kök altında x üstə gəlsin 1'in kvadratı üstə gəlir 16. Bu da kök altda 16 müsbət sonsuzluq. Belə ilə cavab oldu 4 müsbət sonsuzluq. Funksiyanın qiymət oblasıdır. 49'da da y bərabərdir. Yazırım x plus 2'nin kvadratı üstə gəlir 16. Yine cevap oldu 4 müsbət sonsuzluq. 50-ci misalda y bərabərdir 3x çıxılsın modul x nədir? Grafikini göstərin. Burada A bəndə olacaq. Çünki A bəndə fikir verin. 0'da 0'dır. Sonra 1'dən həm 2'dir. Bizdə də 1'də 2'dir. Bir də -1'də nədir? -4'dür. Bizdə -1 versək, görürsünüz ki -4'dür. Və sonra
51'də də y bəndi. Çünki 1 verən 4 edir. -1 verən də -2 funksiyamız. 52. Kökün altındaki ifade x+2 bölünsün x-1 sıfırdan böyük bərabər olmalıdır. Bu da bilirsiniz ki, qıraqları da, yəni -2'nin solu, bir də 1'in sağı. Müsbət, mənfi, müsbət. Cavab oldu mənfi sonsuz -2. Birləşmə 1, müsbət sonsuz. Sonra 54'ün son. Deməli f3 bərabərdir 7 plus 2 olarsa fx tapın. Buradan fx tapmaq üçün elə bir x'in yerinə 3'də 1 yazıram da. X'in yerinə 3'də 1 yazanda baxın. Onda 3'dən 3'də 1 gedir, qalar fx. X'in yerinə 3'də 1 x yazdım, çalışdım. 3'də 1 x'in yerinə bax. Burada x'in yerinə 3'də 1 x yazanda bunlar gedir x'lar. Demək 7 vursun. 3'də 1 x plus 2. Ona göre cevap oldu. 3'də 7 x plus 2. Sonra 55'te də deməli x'in yerinə x bölü 5 yaz. Yəni o vuranda eləsi nədir? Fx. 3 vur x bölü 5 üstə gəl 4. Cavab B bəndi. 56. Y bərabərdir 7 üstə gəlsin kök altı 1 çıxal. Bölünsün x'in kvadratı üstə gələ a2 üstə gəlsin 1. İstənilən qiymətində x'in təyin olub və an tapın. Burada deməli istənilən yerdə təyin olub. Bunun diskriminant sıfırdan kiçik olmalı ki, müsbət olsun. Buradan da 1 çıxal, sıfırdan böyük bərabərdir. Diskriminant tapsaq, diskriminant a-nın kvadratı çıx 4 kiçik sıfırdan. Yuxarıda alırsınız deməli a kiçik bərabər 1, bu da -2 ilə 2'nin arası. Cavab oldu -2'dən böyük, 1'dən kiçik bərabər. Sonra 57 sual. Y bərabərdir kök altında -x kvadrat üstə gəlsin 2x plus 2. Bu funksiyanın qiymətlə çoxunu tapın. Birisinin şahidi bu oldu. Deməli kökün altı mənfi sonsuzdan n-ə. Gəlin gedək n-ə tapar. N bərabərdir düstura görə mənfi b kvadrat. Çıx 4 alsa böl 4 al. Mənfi 4 a ilə də mənfi 4. B kvadrat yəni 1. O da çıxılsın 4 vur mənfi 1 vur 2. 4 vur mənfi. O da elədi deməli 8 9 bölünsün 4. Bəli, kökün altı olacaq 0, 4'də 9. Çünki mənfi sonsuz 9 keçmir. Yəni mənfi sonsuz bunun altına yaza bilmərik. Gəldi 0'da dayandı. Bəli, 0, 0'dan 0 çıxır. 4'də 9'dan 2'də 3. Böyle. Sonra 58 tapşırığı yazalım. Y bərabər kökün altında -2x'in kvadratı çıx 12x plus 7. Bu funksiyanın qiyməti olası. Bunun qolları aşağıdır. Kökün altı bilirsiniz ki mənfi sonsuz n'dir. O da kökün altı olacaqdır 0. Niyə 0? Çünki mənfi sonsuzdan kökü var. İndi n'ı tapırıq. N də bərabər mənfi b kvadratı mənfi b kvadratı 144 çıx 4 alsa yəni 4 vur -2 vur 7. Bölünsün 4 al. Deməli 8. Bu da oldu 8'də 144 üstə gəlsin 4 də 2 8 bu da 56 elə 200. Bu da 25. Bu da 0,5. Ya da çevir tapırsın. 59 sual. F2x bərabərdir 5 tane fx kvadratı çıx 8. F0 çıxılsın 2f4 deyir nəyə bərabər? Mən şahidi bir dəfə x'in yerinə 0 yazıram. Alıram f0 bərabər 5 tane f0 çıx 8. Buradan -4 tane f0 -8'dir. Artıq f0'ı tapdıq elədi 2. İkinci bir dəfə də x'in yerinə deməli f4 almaq üçün 2 yazaq. Alıram f4 bərabər 5 tane f4 çıx 8. Buradan -4 f4 -8
Buradan da F4 bərabərdir müsbət 2. Və salamdır. Bizdən soruşdu F0. Demək F0 tapdıq. F0 elədi 2. Çıxılsın 2 vursun F4. Hə 2 vursun 2. O da elə mənfi 2. Sonra 60-ın suala baxırıq. 60 fx bərabərdir 3x plus 2-yə və gx bərabərdir 2x plus 1-ə. Demək, birinci g2 tapaq, g2. O da 2 vur 2 plus 1-lədir 5. Sonra bizdən y bərabər f g2-ni soruşur. Demək, f g2-ni yenə 5 yazdıq. İndi f5 tapaq, o da 3 vurulsun 5 plus 2. Cavab nədir? 17. Sonra 17, bu da 17 cavab yoxdur. Səhv yazdıq. Deməli, J2 oldu 4, 5. Sonra F 5, 3'də bir dəqiqə. Harada səhv yazdıq? Buradan 2, 2, bu plus 1 yazdım, ama minus 1'dir. Olsun. Olsun 60'dır. Yenə 60 tez yazalım. Fx bərabərdir 3x plus 2 və gx bərabərdir. Deməli, şərt 1 idi. 2x çıx 1. Aha. Deməli, y bərabərdir f j2 tapın. Birinci gəlin j2 tapaq. j2 oldu 4 çıx 1, 3. Deməli, f 3'ü tapasınız. 3 dəfə 3'üm 9, üstə gəlsin 2 ilə 11. Cavab 11. 61-ci sual. Fx bərabər arc cosinus x, arc cosinus x. Gx də bərabərdir 2x plus 3. Olarsa, deməli, nəyə tapırıq? Y bərabərdir. Bu nədir? Fg mənfi olar. Yəni ki, y bərabərdir. Deməli, tapırıq Fg mənfi. Yəni, J mənfi 2-ni tapaq. J mənfi 2 ilə də mənfi 4 plus 3 mənfi 1. Demək, f mənfi 1 tapırıq. Bu da arc cosinus mənfi 1'dir. O da 180 dərəcə. Pi. Sonra 62-ci sual. Y bərabərdir kök altında 3 minus x vurulsun kök altda x minus 3. Bu funksiyanın təyin olasılığı. Burada məsələn cavablarına baxsaq, bir dənə C bəndidir. Çünki bir dənə 3 yerini yazanda ödəyir. Bəli, C bəndi 3 yerini yazanda bu 0, 0 ödəyir. Əsl yolu isə şübhəsiz ki 3 minus 2x vurulsun kök altda x minus 3 sıfırdan böyük bərabər olmalıdır. Ona görə bu müsbətdir, gərək bu da müsbət olur. Deməli, x minus 3 sıfırdan böyük bərabərdir. Sonra 3 minus x sıfırdan böyük bərabərdir. Buradan arısınız ki, x 3'dən böyük bərabərdir. X də 3'dən kiçik bərabərdir. Bunu ödəyən sadəcə 3'dür. 63. Sistem şəklini gətirir. Kökün altı köklər cüt dərəcədə olduğuna görə hamısı sıfırdan böyük bərabərdir. Buradan da aydın ki, ödəyən yalnız nədir? 3'dür. 64'də yalnız 4'dür. Funksiyanın təyin oblasındadır. Kökün altında nə varsa sıfırdan böyük bərabər olmalıdır. Kökün altı budur. Bölünsün 25 minus x kvadratı. Bu sıfırdan böyük bərabərdir. Sürət onsuz da sıfırdan böyükdür və eyni zamanda sıfır ola bilər. X bərabər 2-ni götürəcəyik. Məxrəc müsbətdir. 25 minus x kvadratı sıfırdan böyük bərabərdir. Buradan x kvadratı minus 25 kiçik bərabər 0. Bu da mənfi 5 ilə 5'in arası. 2 də bunların içində olduğuna görə cavab mənfi 5, 5. Ancaq burada bu məxrəc idi. Bu şey, bir dəqiqə. Səhv yazın. Bu funksiyanın təyin bir dəqiqə. Bu sıfırdan böyük bərabərdir. Mənfi 5, 5. Bu yuxarı aşağı sıfır olmazsa belə. O da mənfi 5'dən 5 interval. Sonra 66 suala baxırıq. 66. Y bərabər kök altında
Bu ifadənin, bu funksiyanın tən oblası tapın. Yazıram x kvadratı bölünsün 4 minus x kvadratı böyük bərabər 0. Yuxarı müsbətdir. Aşağıda mənfi olmalıdır. Bu kiçik 0. X kvadrat çıxılsın 4 böyük 0. Bir də eyni zamanda burada nə deyil? 0'ı götürəcəyəm. Neyse yazın bir dəqiqə. X kvadrat bu deməli 0'dan böyük bərabərdir. Yuxarı müsbətdir. 4 minus x kvadrat kiçik 0'dan bu da olacaq. Bəli, düz yazmışam. Bu da olacaq mənfi sonsuzluq mənfi 2. Bir də birləşmə 2 müsbət sonsuzluq. Bir dəqiqə. Sual belə idi. Funksiyanın tən oblasını tapın bəli. Demək x kvadrat bölünsün 4 minus x kvadrat 0'dan böyük bərabərdir. Yuxarı müsbət deyə aşağısı da bunu 8'dir. Yuxarısı müsbətsə aşağısı da müsbət olmalıdır. Bu da kiçik olacaqdır. Cavab edir mənfi 2 ilə 2'nin arası. Sonra 67. Biz bilir ki A, B müsbət ədədlər üçün ədəd orta böyük bərabərdir həndəsi ortadan. Buradan A ilə B'nin cəmi böyük bərabər 2 kök altı AB. Koş bərabərsi. Yəni y bərabərdir x kvadrat bölünsün 4 üstə yerə 9 bölü x kvadrat. Bu elə bilin ki A'dır, bu da B'dir. Düstura görə necə olmalıdır? Böyük bərabərdir 2 kök altı AB. Yəni A budur, vurulsun B. Buradan deməli ixtisar gedir. 2 vurulsun, 2 də 9 idi. Bu da bərabər nədir? 3. Beləliklə y böyük bərabər oldu 3. Cavab 3 müsbət sonsuzluq. 68'də də y bərabərdir x kvadrat bölünsün 9 üstə gəlsin 1 bölü 4 x kvadratı böyük bərabər 2 kök altında AB. A'sı budur. B'si də budur. İxtisar getdi. 2 vursun 36'da 1, bu da 6'da 1, cavab 3'də 1. Demək qiymətlər oblasti olacaqdır. 3'də 1 müsbət sonsuzluq. Sual. Deməli y bərabərdir kök altında x kvadrat üstə gəlsin m2 üstə gəlsin 17 funksiyası m-5 nöqtəsini keçir. Sonra funksiyanın qiyməti olacaq. Gəlin bir m-i tapaq hələ. Demək 5 bərabər uşaqlar. Baxın. -2'nin ikisinin yerinə yazıb 4 çıx 2 üstə yer 17. Buradan deməli 21 çıxılsın 2 bərabər 16'ya. 25'ə. Deməli 21, 25. 2 bərabər -4'ə. M bərabər -2'ə. Artı bizim funksiyamız olacaq. Y bərabər x'in kvadratı. M-ni yerə -2 yazırıq. Çıx 2x plus 17. Bu da bərabər kök altında x çıxsın 1'in kvadratı. Üstə yer 16. Kökün altının ən kiçik qiyməti 16'dır. Ona görə 4 müsbət sonsuz çıxır. Qiymət oblası, yəni 4 müsbət sonsuzluqdur. 70'də onun oxşarıdır. 71. 71'də deyir ki fx gx'dən böyükdür. X gx'dən böyükdür. Bərabər tam əllərin cəmi tapın. Fx bu qırıq xətlərlə çəkilənlərdir də. Burada bir dənə -3 də yuxarıda deyir. Demək tam əllərin cəmi. Bir dənə -3 də fx yəni qırıq xət. Qırıq olmayan xətdən yuxarıda qalır. -3 də tam. Sonra -2 də sonra bir de -1 yox. -1 görürsünüz ki -1 15 sağında qalır. 0'da düşür aşağı olmaz. 1'də yox. 2'də 0 olur. Bir də 3'də qırıq xət yuxarıdadır. Bir də 4'də, bir də 5'də. Demək 3'lər gedəcəkdir. 4'dən 5'in cəmi 9'dur. 9'dan -2'nin cəmi də 7'dir. Bir daha 72'ye baxın. Yine fx-də, yəni qırıq xətlər nədir? Qırıq olmayan xətlərdən yuxarıdadır. Baxın, -4'də yuxarıdadır. -4'də, sonra -3'də, sonra -2'də. Sonra 2 14'ün sağına baxın. 3'də, 4'də, 5'də, 6'da.
Burada -3, 3 getdi. Sonra -4, 4 getdi. Qaldı 5-in altının cəmi 11. 11 ilə -2-nin cəmi 9. 73. Fx bərabərdir kök altında 1 çıx x. Y bərabərdir fx funksiyasının təyin oblasını tapın. Bu olacaq deməli fx bu da aydındır. Bir də ki f kök altında 1 x. Bu ne deməkdir? Bu da bərabər olacaqdır. Kök altında 1 çıxsın, kök altında 1 x. Bax bu funksiyanın deməli y bərabər bu funksiyanın təyin oblasını istəyir. Bu kökün altıda da 1 çıxsın, bu 0-dan böyük bərabər olmalıdır. Buradan kök altında 1 x kiçik bərabər 1-dən. Buradan 1 x 0-dan böyük bərabərdir. Bir də kvadrat yüksəldirsiniz. Bax belə. X 1-dən kiçik bərabərdir. X 0-dan böyük bərabər. Cavab 0,1. Y bərabər fx funksiyası vermişdi. Qrafikdə çəkiblər. Və 6-dan keçir 0,6-dan. Bu da 135 dərəcə yazılır. Bura y bərabər fx yazılır. Bu da xətti funksiyadır. Biz də bilik bu xətti funksiya, bax bu. Kx plus b'dir. Bunun k'sı tangis 135'dir. Yəni -1. -x b'si də 6'dır. Deməli y bərabər oldu. -x plus 6. Bax belə. Deməli bu funksiyanın tərs funksiyası deyir tapın. Sonra f j2'ni tapın. Bunun tərsini tapaq. Tərsi yəni x-də -x bərabər y çıxaldı yəni. X bərabər 6 minus y. Yəni x-in y-in yerini dəyişəndə y bərabər də 6 minus x olacaq. Belə bir şey. Elə deyim olar ki öz oldu benim. Bu da 6 minus x. Ona görə də nə deyir? F j2 tapın. F j2. Bu j dediği budur. F dediğimizde yani özüdür. Gəlin biz j2'ni tapaq. Birinci burada 2'ni yerine yazdık. j2 bərabər də 6 çıx 2 4. Demək f4 tapırıq. Təzən 4'ü yerine yazanda burada -4 plus 6. Bu da bərabər oldu 2. Sonra 75. sual. Deməli burada y bərabərdir fx'in və jx'in təyin oblasını vermişdilər. Bunların cəminin təyin oblasını soruşdular. Biz bir iki funksiyanın cəminin, fərqinin, hasilini və s. təyin oblasını tap deyəndə təyin oblaslarının nədir? Kəşməsi tapırıq. Məsələn burada fx'in təyin oblası -5 4'dür. Belə -5'dən 4 parçadır. Jx'in təyin oblası -3 9'dur. -3 deməli buralardadır. 9'da alır. Bunların kəşməsini tapmaq lazım. O da -3 interval. 4 parça. Neyi soruşur? Bir də ki, hansı yazım? 76 yazılıysa 76. -5 qoyum düzmü? Bəli, burada deməli daxil olan tam ədədlərin cəmini. -3 ilə 4'ün arasına -2 daxil olur. -1, sonra 0, sonra 1, 2, 3, 4. -2'dən 2 kimi sıfırlayacaq. 3'dən 4'ün cəmi də 7 eləyəcək. Sonra 77. misal. AB aralıda təyin olmuş qrafiki vermiş fx funksiyalardan hansının həmin aralıda tərsi yoxdur. Biz bilir ki funksiya artırsa tərsi var, azalırsa tərsi var, artırsa azalırsa tərsi yoxdur. Ona görə də burada A bəndi birinci artır, tərsi var, üçüncü azalır, tərsi var, ancaq ikincinin tərsi yoxdur. Çünki həm artır, çünki ikincinin qrafiki belədir. Belə çəkiblər, artır, həm azalır, sonra yenə artır. Bunun tərsi yoxdur. 78. Fx bərabərdir 3x'in kvadratı. Və jx də bərabərdir 4x çıxılsın 1.
olarsa J F2'ni tapın. Gəlin şəkildə F2'ni tapaq birinci. F2 burada qoyacağım yerine x'in. 3 vursun 2'nin kvadratı 4 ilə də 12. Sonra J 12'ni tapaq. 4 vursun 12 çıx 1 cavab elədi 47. 80 sual. Fx bərabərdir 5/6 bölünsün. Bu funksiyanın ən böyük qiymətini tapın, yəni maksimum ən böyük. Bu bərabər olacaq. Belə deyək, bu 5/6'ını bölür. Bunun onsuz da qolları görürsünüz ki, yuxarıda. Qolları yuxarısı məxrəcin ən kiçik qiyməti olur. Ən kiçik qiymətə böləndə ən böyük olur. Bunun ən kiçik qiyməti n-dır, n. Ya düsturla tapın, ya da ki x üstə gələ 0.5'in kvadratı, bir yazaq. Bu 0,125, 2 olması üçün deməli 1,175 ilə, değil mi? Hə, deməli bunda ən kiçik qiyməti 1,175'dir. Deməli siz 5/6'nı böləsiniz 1,75'i. O da bərabər 5/6, yəni 10/56'dır. Bu da 1,4'dür. Yəni 5'də 28'i vurursunuz, 4'də 7'nin tərsi olan 7/4'ü. Bu da ixtisar 7/4 qaldı. 4'də 4'ün 16, 16'nı 5'e böləndə 3,2. 3,2 səhv etmədiksə. Sonra yenə 81'də 6,3 böləsiniz n-ə. 82 y bərabərdir 20 bölünsün. Modulda x -3 üstə gəlsin 5. Bunun ən böyük qiymətini tapın. Ən böyük qiymət. Ona görə gərək 20 mən böləm bunun ən kiçik qiymətinə. Məxrəcin ən kiçik qiyməti 0 ise gərək 5, 5'dir. 20'ni 5'e böləndə 4. 83'də 20 böləsiniz 4'ə eləcək 5. 84. B-nin hansı deməli müsbət qiymətində fx bərabərdir 2 üstə gəlsin b, sonra və jx bərabərdir bx plus 6 xətti funksiyalar üçün f jx bərabərdir j fx bərabərliyi düz olar. Aha, deməli f jx, jx'in yerinə yazıram, jx'i yerinə bx plus 6 yazırıq. Bu bərabər j fx'in yerinə 2x plus b. İndi hesablayaq. F bu x'in qiymətidir. Yəni 2 vursun. Bax bunu yazıram x'in yerinə. 2 vursun bx plus 6. Üstə gəl b bərabərdir. J burada da 2x plus b'ni burada yazıram x yerinə. B vursun. Üstə gəlsin 6. Sadələşdirsək 2b2 üstə gəlsin 12 plus b bərabərdir 2b2 üstə gəl deməli b kvadratı üstə gəlsin 6. 2b-x'lər burada da 2b-x deyilsin. 2b-x'lər 7. Buradan deməli b kvadratı yəni 12 üstə gələ b bərabər b kvadrat plus 6'ya solu sağa keçirək. B kvadrat çıxsın b, çıxsın 6 bərabər 0. Bu da 3 -2. Hə, demək 2 dənə qiymət var. B-nin müsbət qiymətini soruşur. Ona görə cavab nədir? 3'dür. Sonra deməli 85 ton tayda 86. Belə bir qraf vermişdim. Belə bir forma. Burası 0'da 7 alır. Bu da 3'tür. Bu y bərabər fx'dir. Aha. Bu fx funksiyasının tərsi funksiyası olan jx funksiyası üçün fx'in tərsi deyir jx'dir. Və j kaç 2 bərabər 0 təni ilə kan tapır. Biz bilirik ki, düz funksiyanın təyin olması tərs funksiyanın qiymət olması. Yəni bu f3'də nə alır şəkildə 0 alır. F0'da da 7 alır. Aydın ki j isə 0'da tərsi daxil. Y 0'da 3 olacaq. J 7'də 0 olacaq. Bizdə də deyilə bir j, bax bu, j k-2 bərabər 0'a. Deməli 7'də 0'da, ona görə k-2 bərabər 7'yə. K da bərabərdir 9. Sonra 88 sual.
Bakıdan digər ölkələrin müxtəlif şəhərlərinə gedən avtobuslarda qiymət cədvəli tam bilet, uşaq bileti və baqaj bileti üçün müəyyən funksional asılı şəklində təyin edilir. Uşaq biletinin qiymətinin tam biletdən asılığı fx bərabərdir 2-də 1x-dir. Baqaj haqqı isə uşaq biletinin asılılığı jx bərabərdir 5-də 1x. Olarsa Bakı-İstanbul istiqamətində baqaj haqqı 10-dur. Biletin qiyməti, tam biletin qiymətini tapın. Aha. Deməli, burada deməli birincisi nədir? Tam biletlə uşaq bileti arasında asılılıq. Yox, hə. Bəli. Bu tam biletlə uşaq bileti, sonra uşaq bileti ilə bir dəqiqə. Baqaj, tam biletdən uşaq bileti. Bəli, tam biletini, uşaq biletinin tam biletdən asılı vermişdi birinci. Sonra təzələnən ikincidə isə baqajla uşaq arasında dedim yəni. Baqajla uşaq arasında asılıq vermişdim. Deməli, burada bu baqajla uşaq arasındakı asılıqdır və ya uşaqla baqaj fərqi yoxdur. Burada 2x olsun baqaj qiyməti. Bu da 5 misli olsun uşağın qiyməti. Tam biletdə uşaq biletindən 2 dəfə çoxdur. Bu oldu 12x. Burada baqaj haqqı 10 manatdır. Sonra uşağın bileti olur 50 manat. Bu da ondan 2 dəfə çoxdur. Bu da oldu nədir? 100 manat və salam. Tam bilet 100 manat. Sonra 90 sual. Deməli, yenə şəkil verilmişdi. Jx funksiyası fx funksiyasının tərs funksiyası olarsa. Y bərabər fx funksiyası verilibdir. Jx də fx-in tərsidir və qraf belədir. Belə gəlir deməli, mənfişdən keçir. Belə, belə. Bu mənfişdə 0-dır, 0-da 3-dür. 4-də 5-dir. Bir də ki, 5-də 6-dır. Bu fx funksiyasıdır. Y bərabərdir fx. Şimdi olanları yazaq. Məsələn, burada aydın ki, f-3 bərabər 0-a. f0 3-ə bərabərdir. f4 5-ə bərabərdir. Şəkilə görə f5 də bərabərdir 6-ya. Tərsi olduğuna görə j0 mənfişdir. j3 bərabər 0-a. j5 bərabər 4-ə. j6 bərabər 5-ə. Bizdən soruşur deməli f0 üstə gələ j0 üstə gələ j5. Deməli f0-ın yerini 3 yazırıq. j0-ın yerini mənfiş yazırıq. j5-in yerini 4 yazırıq. Cavab elədi 4. Sonra deməli 92 sual və 91. fx bərabərdir. Deməli x üstə gəlsin 1 vurulsun fx çıx 1. Bir də üstə gəlsin 1. Funksiyası vermişdi. F1-i hesablayın deyir. Bir kere funksiya yerdə təyin olaq. Demək x-in yerinə 1 qoysa alırıq f1 bərabər 2 vurulsun f0 üstə gəl 1. Deməli bizə f0 lazımdır. İndi x-in yerinə 0 yazsa alırıq f0. O da 1 vurulsun f deməli mənfi 1 üstə gəlsin 1. İndi mənfi 1 lazımdır. X-in yerinə mənfi 1 yazsaq f mənfi 1 bərabərdir. Mənfi 1 yazsaq 0 vurulsun f mənfi 2 üstə gəlsin 1. Belədir 1. Artıq deməli baxın f0 tapa bilərik. 1 vurulsun 1 üstə gələ 1 lədir 2. f1 tapanda 2-ni vursan 2-yə üstünə 1 gəlsən belədir 5. 93. Bu funksiyanın təyin olmasına daxil olmayan. Bu funksiyanın içərisi, bax bu. Deməli, bu 0-dan bir dəqiqə böyük bərabərdir. Təyin olmasa daxil olmayan dedik kiçik olmalıdır. Bu yuxarısı aydın ki müsbətdir. Aşağısı da x kvadrat çıxılsın 16 kiçik 0 oldu.
Bu da oldu -4 ilə 4-ün arası. Təyin odası daxil olmayan ən böyük ən kiçik tam qiymətlərin cəmini tapın. Hə, deməli, bunların arasındakı -3-dən 3-ün cəmi cavab elədi 0. Sonra 95. Y bərabərdir kök altında x kvadrat üstə gəlinsin 4a çıxılsın a kvadrat plus 12. Bunu belə metrizələ. Bu funksiyanın deyir təyin olması mənfi sonsuz müsbət sonsuz. Hə, indi nə deyir? A-nın mümkün tam qiymətlərin cəmi tapın. Biz bir-iki şahiddə bax bu funksiyanda təyin olması mənfi müsbət mənfi sonsuz müsbət sonsuzdur. Bax üstə gəlsin 1 də yazsaq, üstə gəlsin 2 də yazsaq. Bunların hamısının təyin olması mənfi sonsuz müsbət sonsuz. Deməli 0 da yaza bilərəm, 1 də, 2 də və s. Ona görə bax bunun içərisi həm 0-dan böyükdür, həm də 0-dır. 4a çıxılsın a kvadrat plus 12 həm 0-dır, həm də 0-dan böyükdür. A kvadrat çıxılsın 4a çıx 12 kiçik bərabər 0 6 ilə mənfi arası. Nəyi soruşdu? A-nın mümkün tam qiymətlə cəmi. -2 üstə gələ, -1 üstə gələ, 1 yox 0 üstə gələ 1 üstə gələ 2 bura kimi 0-da sonra təzən 3 4 5 6 o dilə də 18. 97-ci sual. Deməli, y bərabər kök altında 7x çıxılsın x kvadrat çıxsın 10. Bu funksiyasının təyin olmasını tapaq. Bunun təyin olması, bunun içərisi 0-dan böyük bərabərdir. Bu da x kvadrat çıx 7x plus 10 kiçik bərabər 0-dan. Bu oldu 2 ilə 5-in arası. Modulda deməli x minus 5 üstə gəlsin 2,1 üstə gəlir 2x bir də çıxılsın x minus 2. Bu ifadənin qiyməti tapın. 2 ilə 5-in arasında ədəd götürsə bu mənfidir, bu müsbətdir, bu da müsbətdir. Buradan əks çıxır. Buradan olduğu kimi çıxır. Bu da çıxılsın, deməli x minus 2. Bunu açanda deməli mənfi x, müsbət x gedir. 5 ilə 2,1-in cəmi 7,1. 5 üstə yerə 2,1 üstə yerə 2. O da 9,1 oldu. Sonra 99-cu sual. Y bərabər kök altında x-in kvadrat çıxılsın 2 üstə gəlsin 15. Bu funksiyanın qiymətlər çoxluğuna daxillanır. Bu bərabərdir. Birisi bunun qolları yuxarıdır. Bu da n müsbət sonsuzdur. Gəlin n-i tapaq. N-ini n bərabər mənfi b kvadratı çıxılsın 4a böl 4a. Yerinə yazsaq mənfi 1 çıx 60 bölünsün 4. 4-də 9 elədir. O da bərabərdir. Deməli, neçə elədir bu? 13-də elə 52 yox. 14 tam 4-3. Deməli, bunun içərisi oldu kök altında 14,4-3 müsbət sonsuzluq. 14,4-3-dən sağda 16-dır. 16-da 4 çıxır. Demək, ən kiçik tam ədəd 4-dür. 100-cü sual. F 2 çıxılsın 5x kvadrat bərabər 0. Deməli, tənliyin 2 dənə kökü var və fx funksiyasının qrafiki vermişdir. Belə. Bu dediyi qrafik fx'in qrafikidir. Fx'in qrafikinə əsasən A bəndi funksiya -3-də 0-dır. Bir də B bəndi funksiya 2-də 0-dır. Bizdə də bu tənliyin sıfırlarını soruşur. Deməli, bu tənlikdə bunun içi, yəni 2 çıxı 5x kvadrat. Yəni mənfi olmaz. Çünki f -3, yəni bunun içi -3 olsa 0 olar. Və ya t desən, nə ki, bu t bir dəfə -3-dür, bir dəfə 2-dir. Buradan 5x kvadratı 5'dir, x de pürüzümüz 1'dir. Buradan 2 çıxılsın 5x kvadratı 0'dır. 0 neydi? 2'dir. Buradan da x kvadratı 5x kvadratı 0'dır. X de beraber 0'a.
Bu tənin neçədən kök var? 3 dənə. Sonra 102-ci suala baxırıq. Y bərabərdir kökün altında 6 plus 2 çıx x qatıdır. Funksiyasının qiymətli çoxluğuna daxil olan ən böyük tam ədəd tap. Yenə qollar aşağı olan görə bunun qiyməti olması mənim sonsuza n. Kökün altında da mənim sonsuzdan kök çıxmır. Gəlir 0-dan çıxır. 0 kökdə n. Demək n-ə tapaq. N bərabərdir yenə mənfi b kvadrat çıxılsın 4a-sə böl 4a. Mənfi 4 vur a. B deməli 1-dir. Çıxılsın b kvadratı çıxsın 4 a c. Bu oldu. Mənfilər getdi qaldı 4. Burada da 25. Aha. Cavab 0, 2 də 5. 0, 2 onda 5. Bu oldu 0. Sonra 2 tam onda 5. Burada daxil olan ən böyük tam ədəd 2-nin özüdür. Son baxırıq 103-ə. Deməli f 3x minus 1 bərabərdir 2x plus 7-yə və j 2x minus 3 bərabərdir 3x minus 1. Olarsa f j5 tapın. Deməli f j5. Buradan birincisi bax, yəni f2-sin özünü tapaq. j5 desə əslində burada nə yazanda 4 j5. X-in yerine 4 yazanda j5 idi də. X-in yerine 4 yazanda j5 bərabərdir deməli 3 vurulsun 4 çıxılsın 1 ilə də 11. j5 ilə də 11. Sonra bizdən demək f j5 istəyir. F 11 istəyir. Burada 4 yazanda x-in yerine 4 yazanda erir 11 baxın. Bu da deməli 2 vurulsun 4, sizə gəlsin 7, cavab ilə də 15. Bir daha 104'e baxaq. Deməli fx bərabərdir 3x çıxılsın 11-ə və j 3x plus 2 bərabərdir 2x plus 5-ə. Aha. Deməli f j8 istəyir. F j8. Deməli burada 2 yazanda x'in yerine baxın 2 yazan 8 demək j8 x'in yerine 2 yazanda 2 vursun 2 üstə gəlir 5 ilə 9. Demək f 9 tapaq. X yerine 9 yazırıq. 3 vursun 9 çıxsın 11. 27 çıx 11 cavab ilə də 16. Sonra 105-ci sualda mənfi 6, 7 aralığında funksiya təyin olmuşdur. Funksiyanın qrafiki də belədir. Gəlir mənfi 6, qalxır mənfi 2-yə. Sonra mənfi 2-dən gəldi. 5, 7 bu belə. Bu oldu ki, bərabər fx'in qrafiki. X'in necə tam qiymətində fx bölünsün x böyükdür 0 bərabərsi doğru olar. Deməli fx burada görürsünüz ki, müsbətdir. X'lər hamısı mənfidir. Müsbəti mənfiyə böləndə bilirsiniz ki, mənfidir. Ona görə burada alınmaz. Sonra burada bilirsiniz ki, funksiya məsələn burada mənfidir. Burada mənfidir. Mənfi 2 də 0'dır. Mənfidə deməli baxın burada fx mənfidir. Bir de tam qiymətində x mənfi 1'dir. Deməli bir dənə mənfi yerine yazanda ödəyir. Çünki mənfi yerine yazanda aşağısı mənfi, sonra f mənfi 1 də mənfi belə deyək. F mənfi aşağı düşür axı. F mənfi 1 mənfidir, x də mənfidir, ödəyir. Sonra 0 yerine yazan benim təbii. Bir də bir qiyməti yazsa, məsələn bir qiymətində bu x müsbətdir, aşağısı mənfidir, ödəməz. Burada da ödəməz. Çünki burada x 1'dir, 2'dir, 3'dür, 4'dür. Bunların hamısında x'lər müsbətdir. F1, F2, F3, F4 mənfidir. Ona görə ödəməz. Ancaq burada 6'da və 7'də, 7'ni deyəsən orada, bəli. 6'da və 7'də, 6 və 7 qiymətlərində x də müsbətdir. F6, F7 də müsbət. Demək x bərabər mənfi ödəyir. Sonra x bərabər 6 ödəyir. Sonra x bərabər 7 ödəyir.
3 dənə qiymətindən. Sonra 106'ya baxırıq. 106. Birinci fx bərabərdir. Kök altında x plus 3. Hə, buna nə uyğun gəlir? Birinci. Burada məsələn t'nin obası 0 müsbət sonsuz c bəndə uyğun gəlir. Bir də ki, ən kiçik qiyməti 3'dür, o da uyğun gəlir. 2. fx bərabər 5 çıxılsın, 5'də müsbət ədəd çıxdısa, birisi balacalaşır. Burada t'nin deməli, burada bu funksiya uyğun gəlir. Ən böyük qiyməti 5'dir, bəli. 5'dən çıxdıqca balacalaşır A bəndi. Bir də t'nin obası 1 müsbət sonsuz y bəndə uyğun gəlir. Üçüncüdə isə fx bərabərdir kök altında x minus 3. Üstə gəlsin 3 minus x. Burada da t'nin obası yalnız 3'dür. Deməli, o da b bəndə uyğun gəldi və sağ. 107 sonuncusu. Burada deməli, birincidə deyir t'nin obası 2 müsbət sonsuzdur. Görə hansı funksiyanın t'nin obası 2 müsbət sonsuzdur? Birinci uyğun gəldi. Məsələn, B bəndi, çünki biz bilirik ki, mənfisi kəsir mənası yoxdur. Bir də sıfırsız mənfi mənası yoxdur. Ona görə B bəndi. Bir də D bəndinə baxın, 3x çıxaltı sadəcə sıfırdan böyük olmalıdır. Hansı funksiyanın t'nin obası 2 parça müsbət sonsuzdur, yəni 2 qapalı. Ona görə A bəndi uyğun gəlir, çünki 0 üstü 8'də bir mənası var. Bir də C bəndi uyğun gəlir. Üçüncüdə isə t'nin obası 0 müsbət sonsuz olan, yalnız y bəndinə baxsanız 1/2 sıfırdan böyükdür. Ona görə üçüncüyə y bəndi uyğun gəlir. Sonra bir də qaldı da 108. 108 son. Deməli, fx bərabərdir axır sinus x-ə. Arc sinus x-ə. Jx də bərabərdir 2x minus 5'ə. Tapın y bərabərdir fj2-nə. Y bərabərdir f, deməli, j2. Gəlin biz j2-ni tapaq. J2 bərabərdir 2 vur 2 çıx 5. Elədir mənfi 1. İndi f mənfi 1 tapırıq. O da axır sinus mənfi 1 olacaq. Axır sinus mənfi 1 isə mənfi pi bölü 2'dir. Bu da cavab nədir? Mənfi pi bölünsün 2. Allah subhanahu yardım eləsin, zihin açıqlı versin. Amin. Selamun aleyküm.